Vocabulary News, ingilis dilində işlənən sadə sözlər, Elementary, Unit 7, 7-ci dərs, Feelings, hisslər. A proqramına baxırıq. Love, like and hate. Love sevməkdir, like xoşlamaqdır, hate isə nifrət etmək mənasını verir. I love my family and my best friend. Mən ailəmi və yaxşı dostlarımı sevirəm. I like my job. Mən işimi xoşlayıram. I don't like horror films. Mən qorxulu filmləri xoşlamıram. I hate spiders. Mən örümcəklərə nifrət edirəm. Hate, nifrət etmək mənasını verir. Happy, sad and B paragrafına baxırıq. Happy, sad and tired. Happy xoşbəxtdir, sad qəmgin, tired yorğun mənasını verir. Buna aid sözlər var. Happy xoşbəxt, sad kədərli. Baxaq şəkillərin altındakı sözlərə. Angry hirsli, upset məyus, cold soyuqqanlı, hot istiqanlı, thirsty susuz, hungry aç, well yaxşı, ill xəstə, tired yorğun mənasını verir, surprise isə təəccüblənmək mənasını verir. Common mistakes, harada biz səhv edə bilərik. I am very happy about your news. Happy about gərək deyəsən, mən sənin xəbərinə görə şadam. I am very happy for your news demək səhvdir. Yəni, biz happy about deməliyik, happy for demək səhvdir. But you did very well in your exam. Sən imtahanı yaxşı verdin. I am very happy for you. Mən sənin üçün xoşbəxtəm. Sənə görə, sənin xəbərinə görə xoşbəxtəm.